sınağın izahlarına başlayırıq. Başlayaq birinci sınaqdan. Deməli, bura düzxətli, bərabər sürətli, dəyişən sürətli hərəkət, çevre üzrə hərəkət, Newton qanunları, dinamika və statikanın əsasları, mövzuları daxildir. Başlayaq. Sükunət vəziyyətindən hərəkətə başlayan velosipedçi düzxətli, bərabər yeyinləşən hərəkət edərək 120 metr məsafəni qət edir. Sərf olunan zamanın ikinci yarısında gedilən yolu hesablayın. Əgər cisim sükunət vəziyyətindən hərəkətə başlayırsa, yəni başlanğıc sürətsiz hərəkətə başlayırsa, mütləq şəkildə yeyinləşən hərəkət etməlidir. Yeyinləşən hərəkət etməlidir. Və deməli, sərf olunan zamanın ikinci yarısında, deməli 2 saniyə bu cisim hərəkətdə olub. Yadınıza saxlayın, yeyinləşən hərəkətlərdə ilk saniyə S, ikinci saniyə 3S, məsələn, üçüncü saniyə 5S, yəni ardıcıl tək ədədlər şəklində cisim hərəkət edir. Deməli, mənə deyir, ikinci yarısında sərf olunan, ikinci yarısında gedilən yol 3S'dir. Ümumi 2 saniyə nə qədər yol gedib? 4S gedib. Həmin bu 4S 120 metrdirsə, onda S nəyə bərabərdir? 30 metrə. Mənə ikinci yarısında gedilən yolu soruşur. Deməli, ikinci yarıda gedən yol 3S'dir. İndi 3'ü vuracam, S'i tapmışam 30'dur. Cavab eləyəcək 90 metr. Bunu necə bildim ki, məsələn, ardıcıl tək ədədlər şəklində hərəkət edir. N-ci saniyədə gedilən yol düsturundan. N-ci saniyədə gedilən yol düsturu necə idi? Əgər cisim sükunət vəziyyətindən hərəkətə başlayırsa, Sn bərabər idi A bölünsün 2, 2N minus 1. Bu tez zamanı göstərdi. Məsələn, gəlin birinci saniyə üçün yazsaq. S1 bərabərdir A bölünsün 2, 2 vur 1 minus 1. Burada nə alırdıq? A bölünsün 2. Bura eləyirdi 2. 2-dən 1-in çıxanda 1 yazmırdıq. A bölünsün 2 şəklində yazırıq. İndi baxaq ikinci saniyə. T bərabərdir. İkinci saniyə üçün yazaq. Burada S2 bərabərdir. A bölünsün 2. 2 vur 2 minus 1. A bölünsün 2. Bura elədi 4. 4-dən 1-in çıxanda da 3. Məsələn, A bölünsün 2-ni bir x ilə işarələsək, onda bura olacaq 3x. Məsələn, 3-cü saniyə üçün qoysaq, alacaq 5x. Baxın bu şəkildə, yəni n-ci saniyədə gedilən yol düsturundan əsaslanaraq mən deyirəm ki, cisim əgər sükunət vəziyyətindən yeniləşən hərəkətə başlayırsa, onda ilk saniyə S, ikinci saniyə 3S, üçüncü saniyə 5S ardıcıl tək ədədlər şəklində deməli yol gedir. Baxaq ki, avtomobilin spidometrinin göstərişinə əsasən onun sürətini tapın. Baxın, bunun üçün biz nə etməliyik? Birinci, bir bölgünün qiymətini tapmalıyıq. Bir bölgünün qiymətini də necə tapırdıq? Deməli, böyük rəqəmdən, gəlin elə burayla işləyək. Böyük göstəricidən, özündən əvvəlki kiçik göstəricini çıxırsan, aralarındakı bölgülərin sayına bölürsən. 1, 2, 3, 4. Aralarında 4 dənə cizgi var. 20 bölünsün 4. Tapdım ki, bir bölgüm 5 kilometr böl saatdir. İndi gəlin baxaq görək, neçəni göstərir bu əqrəb. 60, bir bölgü 5-dirsə, bura 65, burada 70. Deməli, cihaz 70-i göstərir. Xətanı tapmalıyım. Bir bölgünü tapandan sonra onu yarıya bölürəm, xətanı tapıram ki, 2,5-dir. Onda bu şəkildə yazacağım. 70 üstə gələk, plus minus 2,5. Bu da verilib A variantında. Baxaq 3-ə. Nə deyir? Cisim düz xət üzrə A nöqtəsindən B-yə, sonra isə yarım çevir üzrə hərəkət edərək C nöqtəsinə gəlib, bütün yolda 50 saniyə, bütün yola daha doğrusu 50 saniyə vaxt sərf edərsə, yola görə, yer dəyişməyə görə orta sürətləri məndən soruşur. Gəlin birinci hesablayaq görək bu cisim A-dan C-yə gələnə qədər nə qədər yol gedib? A-dan B-yə gələnə qədər 300 metr yol gedib. Üstə gələk, bir də baxın bu çevrənin yarısını gedib. Tam çevrə 2 piyerdir. Onun yarısı, çünki yarı çevrə gedib piyerdir. Üstə gələk piyer yazıram. Burada yazıram 300 üstə gələk pi 3, radiusumda 50. 300 üstə gələk 150, mənə verdi 450. Deməli, cisim 450 metr yol gedibdir. 450 metr yol gedibdir. Aha, gəlin bunu ellə işarə eləyək. İndi yer dəyişməmi tapıram. Yer dəyişmə də başlanğıcdan sona çəkilən, baxın, bu vektordur. Nə qədər yol gedib? 301 gedib. Aha, bir də çevrədə nə qədər hərəkət edib B-dən C-yə? Bax, bura R-dir, burada R-dir. 2R qədər də yol burada gedib. 300 üstə gələk 2R.
Onda 300 üstə gələk 2 vurulsun, radiusum da 50-dir. Olacaq 300 üstə gələk 100, 400. Deməli, mənim yer dəyişməm 400'dür, yolumsa 450'dir. İndi deyir ki, 50 saniyə vaxt sərf edib. İndi yola görə yer dəyişməni tapaq. Daha doğrusu sürəti tapaq. El bölünsün T. 450 bölünsün 50 eləyəcək 9. Yer dəyişməyə görə sürəti tapsaq, yer dəyişməni zamana böləcəyik. 400'ü bölürük 50'yə. Cavab eləyir 8. 9 və 8 D variantında verilib. Bax, birinci cisim T bərabərdir 0 anında qarşı-qarşıya düz xətli bərabər sürətlə hərəkətə başlayırlar. Görüşənə qədər birinci cisim nə qədər yol gedir. Baxın, bu tipli məsələlərdə görüş vaxtını tapmaq üçün cisimlər arasındakı məsafəni nisbi sürətə bölmək lazımdır. Bax, düsturu yadda saxlayın. Aralarında məsafə nə qədərdir? Baxın, bu koordinat başlanğıcındadır. Bu da 1200 metr ondan uzaqdadır. Deməli, 1200 metr məsafə var aralarında. Nisbi sürəti tapanda isə bu cisimlər qarşı-qarşıya hərəkət etdiyinə görə nisbi sürət əks istiqamətli hərəkətlərdə sürətlər toplanmalıdır. Yəni 10 üstə gələk 20, 30. Onda mən tapdım ki, bu cisimlər 40 saniyədən sonra görüşəcəklər. Görüşənlər kimi, yəni bu 40 saniyə müddətində birinci cisim nə qədər yol gedir? Düz xətli bərabər sürətlə hərəkət etdiyinə görə S və T-yə bərabərdir. Birinci cismin sürəti 10. Vururuq zaman 40-a eləyir 400 metr yol gedir. Cavab olur C variantı. İndi baxaq. Silinmədi. Baxaq 5-ə. Başlanğıc anda eyni nöqtədə olan 1 və 2 cisimlərinin sürət zaman qrafikləri verilib. Birinci cismin dayandığı anda cisimlər arasında məsafə. Baxaq. Baxın, ikinci cisim düz xətli bərabər sürətlə hərəkət edir. Yəni elə ikinci cisim üçün tez tapaq görək 15-ci saniyəyə qədər yol gedəcək. VT ilə tapıram. 10 vurulsun 15 olacaq 150 metr. Deməli, birinci 150 metr yol gedibdir. Baxaq ikinciyə. İkinci isə, baxın, bu fiqur qədər yol gedibdir 15 saniyədə. Baxın, mən bu fiqurun sayəsini tapmaqla, rahatlıqla nə qədər yol getdiyini taparam. Baxaq. Fiqura ayırsam, baxın, bir bu ştrikləmiş sahə, bir də bax bunu tapsam, gedilən yolu taparam. Gəlin, baxın, bu, birinci bunu tapıram. Bizə trapesiyanı, xatırlarda trapesiyanın sayəsini necə tapırdıq? Oturacaqları cəmləyirdik, 10-la 20-ni cəmləyib, yarıya bölüb hündürlüyə, yəni 5-ə vururduq. 30 bölünsün 2, 15, 5-ə də vuranda olacaq 75 metr. İndi gəlin, baxın, buranı tapaq. Bax bunu. Burada da bir üçbucaq görürük, düzdürmü? İndi üçbucağı tapaq. Oturacaq nə qədərdir? 5-15 arası, yəni 10 bölünsün 2, hündürlükdə 20. Cavab eləyəcək 100. Aha. Deməli, ümumi birinci cisim nə qədər yol gedib? 75, 100, 175 metr yol gedib. İndi deyir ki, onlar arasında məsafə. Biri 175 gedir, biri 150 gedir. Onda mən 175-dən 150-ni çıxaram. 25 metr aralarındakı məsafəni taparam. Cavab olacaq A variantı. Baxaq 6-ya. X oxu boyunca hərəkət edən cisimlər üçün eyləm Venn diaqramında uyğun bətləri müəyyənləşdirin. Birinci yeniləşən hərəkət edir, X oxu əksi, ikinci bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkət edən ikincidir. Yeniləşən hərəkət edən ikincidir. Koordinat zamandan xətt asılıdır. Bu bərabər sürətli hərəkət üçündür. Sürət zamanından xətt asılıdır. Yeniləşən hərəkətlərdə xətt asılıdır. X oxu əksi istiqamətdə, ikisi də baxın T oxundan aşağıda olduğuna görə ikisi də X oxu əksi hərəkət eləyir. Cavab olacaq 2, 4, 1, 3, 5 variantı. Baxaq 7-yə. Deməli, hansı ifadələr düzgündür? Verilmiş radiuslu. Yəni, verilmiş radiuslu sözü o deməkdir ki, eri mən konstant götürürəm. Çeviri üzrə bərabər sürətlə dövr edən maddi nöqtənin mərkəz qaçma təcili. Verilmiş radiuslu üçün, xətti sürəti soruşursa, xətti sürətlə deyir, təcil düz asılıdır, erdə sabitdir. Onda V kvadrat böl R düsturundan istifadə edirəm. R sabitdirsə, AV-nin kvadratı ilə düz asılıdır. Ona görə birini götürmürəm. Ondan sonra deyir ki, dövr etmə periyodunun kvadratı ilə tərs asılıdır. Mən elə düstur götürməliyəm ki, orada R sabit olsun, yəni R olsun, bir də periyod olsun. Onda 4pi kvadratı R böl T kvadratı düsturundan istifadə edəcəm. R sabitdirsə AT-nin kvadratı ilə tərs asılıdır. Onda 2-ni qəbul elədim, 2-ni götürdüm. Ondan sonra
Baxaq, dövrətmə tezliyin kvadratı ilə tərs asıdır, yox. 4pi kvadrat rn kvadrat. R sabitdirsə a n'in kvadratı ilə düz asılıdır, tərs asılı deyil. Bucaq sürətinin kvadratı ilə. Aha, mən deməli bu düzdən istifadə edəcəm. Omega kvadratı r. R sabitdir. Onda a omeganın kvadratı ilə düz asılıdır. 2 4-ü düz variantı kimi götürəcəm, olacaq B variantı. Baxaq 8-ə. Çeviri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə A nöqtəsindən B nöqtəsinə 0,5 saniyə gəlir. Maddi nöqtənin bucaq sürəti. Baxın. 120 dərəcə dönür də. Bu 120 dərəcəni radianla ifadə eləsəm, pi bölü 80-da böləcəm. İxtisar gedir 6-ya aparaq, ixtisar 2 burada, 3 burada. Olacaq 3-də 2 pi. Omegam nəyə bərabərdir? Fi bölünsün t'yə. Fi 2 pi bölü 3'dür. Pi'nin yerine de 3 koysam 2 vurulsun 3 bölü 3 zamanda 0,5'dir. 3'lər ixtisar gedir. 2'ni də 0,5'ə böləndə cavab eləyir 4 radian bölünsün saniyə Y variantı. 9'a baxaq. Eyni qüvvənin təsiri ilə düzxətli hərəkət edən 1 və 2 cisimlərinin sürətinin proyeksiyasının zamanla asılı qrafiki verilibdir. Sinir kütlələri. Baxın, eyni qüvvətsə, qüvvə eynidirsə, yəni qüvvə sabitdirsə, bu zaman təcillə kütlə necə asılıdır? Bir-birləri ilə tərs asılıdır. Bax, belə yazaq, tərs asılıdır. Mən M1 bölünsün M2 nisbətini yazdım. Deməli, təcillə tərs asılı olduğuna görə A2 bölünsün A1. Bax, aralarındakı münasibəti bu şəkildə yazacağım. Baxın, mən nə A1-i bilirəm, nə A2-ni bilirəm. Amma sürət zaman qrafikindən tapa bilərəm. Gəlin A1-i tapaq. Təcilin düsturu nəyə bərabərdir? V çıx V0 böl T. Birinci cisim üçün baxaq. Son 8, başlanğıc 16, zamanda 4. Mənə modul lazımdır, ehtiyac yoxdur. Yəni mənfi çıxsa da biz müsbət götürəcəyik. 8 böl 4, 2 olacaq mənfi 2, moduldan da çıxacaq 2. Baxaq. İkinciyə. Yenə V çıx V0 böl T'dən son sürət 4, başlanğıc sürət 0. 4 bölünsün 4, elədi 1. Gətirək yerinə qoyaq. A2 1, A1 də 2. Cavab oldu 2-də 1. C variantı. Ona baxaq. Üfüqi müstəvidə 40 kiloqram kütləli cisim şəkildəki istiqamətdə 100 Newton qüvvənin təsiri hərəkət edir. Cisimə təsirən reaksiya qüvvəsi. Baxın, bunu proyeksiya arsaq, bucağa bitişi olan F kosinus alfadır. Digəri F sinus alfadır. Aşağıya doğru bir dənə də ağırlığı var, mg. Kütlə 40, J'yə də vuranda olacaq 400 Newton. Aha, bax, F'i mənə verib 100. Yəni sinus alfanı da 0,8 verib, olacaq 80. Deməli, bax, bu şaqlı toplananım 80'dir. Bir də yuxarı doğru bir reaksiyam var da mənim, düzdürmü? Dayağın cismə göstərdiyi təsirdir də o. Baxaq, 80 üstə gələk n. Bu cisim tarazlıqda qalıbsa, yəni belə tarazlıqda qalıbsa, deməli yuxarı təsir edən qüvvələrin aşağı təsir edən qüvvələr bir-birinə bərabərdir də. 80 üstə gələk n bərabər olur 400-ə. Buradan n-i tapıram, nə qədər eləyir? 320 Newton. Cavab olur D variantı. Üzr istəyirəm. Baxaq. Üfüqi hamar səthdə yüklə birlikdə kütlələri 3 kiloqram, 1 kiloqram arabacıqlar sıxılmış və sapla bağlamış yaya birləşdirilmişdir. Sap kəsdikdə arabalara təsir edən qüvvələr və aldıqları təcirlər. Qüvvələr mütləq bir-birinə Newton 3-cü qanuna görə bərabər olmalıdır. Və qüvvələr eynidirsə, onda M A-la tərs asıdır. Onda A1 bölünsün A2, M2 bölünsün M1-ə bərabərdir. M2 1, M1 3. Onda A2 nəyə bərabərdir? 3 A1-ə. A2 3 A1-ə bərabərdir. F1 də F2-yə bərabərdir. Cavab olur Y variantı. Baxaq 12-yə. Üzgüçü çayın bir sahilinin K nöqtəsindən digər sahilinin M nöqtəsinə 6 saniyədə üzür. Çayın sürəti 2 metr böl saniyə. Üzgüçünün suya nəzərən sürəti də 5 metr böl saniyədir. Bu elm məsafəsini də bizə verib. 12 metrdir. Çayın enini soruşur. Mən çayın eninin bilirəm ki, şaqili toplanan vur zamandır. Zamanı bilirəm ki 6-dır. Amma şaqili toplananı bilmirəm ki. Bilmirəm. Amma
Bir də baxın, bu müəyyən bucaq altında daxil olursa, bir onun Vx toplananı var, bir dənə də Vy toplananı var. Baxıram ki, x toplananla çay bir-birinə əksdir. Baxın, bir də mən bu sahildən olan məsafəni düsturunu bilirəm də, s nəyə bərabərdir? Deməli, x toplanandan çayın nisbi sürəti. Baxın, Vx ilə V çay bir-birinə əksdir. Onda belə yazıram, Vx çıxılsın, V çay vurulsun zaman. Baxın, bu eləm məsafəsini bilirəm, 12-dir, Vx-i bilmirəm, axtarıram. Çay 2-dir, zamanda 6-dır. 12-ni bölürəm 6-ya, olur 2 bərabərdir, Vx çıx 2. Vx-imi tapıram ki, nə qədərdir? 4-dür. Deməli, mən Vx-imi tapdım. Bir də üzgüçünün sürətini verib 5. Bu da Pifaqor teoreminə görə həll etsəm, Vy avtomatik tapıram. Baxırıq ki, baxın, üçbucaq kimi qursaq, bura 4, hipotenuz 5 isə deməli, avtomatik bura 3-dür də. Deməli, mənim şaqili toplananım 3-dür. 3-ü də vururam, 6-ya eləyir 18 metr, cavab olur A variantı. Baxaq 13-ə. Bir cisim 30 metr bölü saniyə sürətlə hərəkət edərkən, ikinci cisim sükunət vəziyyətindən, deməli, 10 metr bölü saniyə təcili hərəkətə başlayır. 4 saniyə sonra ikinci cisim birinci cisimə sürət. Birinci düz xətli bərabər sürətli sabit sürətlə hərəkət eləyir. Saniyədə də sabit sürətlə hərəkət etdiyinə görə, birinci cismin sürəti ilə 30 metr bölü saniyə olaraq da qalacaq. İkinci isə sükunət vəziyyətindən, yəni V0 0-dır. Sükunət vəziyyətindən hərəkətə başlayırsa, onda sürəti nə ilə tapacam? A, T ilə tapacam. Təcilimi verib 10, zamanımı verib 4, cavab eləyir 40. Bir-birlərinə də 90 dərəcə əməl gətirirlər də bucaqdan. Onda Pifaqor teoreminə görə 30-un kvadratı üstə gələk 40-ın kvadratı. 2500 ondan da çıxacaq 50, cavab olacaq C variantı. Baxaq 14-ə. Düz xətli hərəkət edən iki cismin sürətləri 8 minus 2T və 2 üstə gələk 4-də qanunla dəyişir. Müşahidə anından neçə saniyə sonra cisimlərin yerdəyişmələri bərabər olur. Baxın, mənə sürətləri verib, düzdürmü? Mən yerdəyişmədən bir dəfə teoremi alıb sürəti tapmışam da. İndi bunun əksini tapmalıyıq. Onda S1 nəyə bərabər olub? 8T çıxılsın T kvadrat. Həqiqətən də 8T çıx T kvadratına bir dəfə teoremi alsaq, 8 çıx 2 deyilir. İkinci üçündə yazsaq, elə bir teoremanın tərsini yazırıq da. 2T üstə gələk 2T kvadratı. İndi deyir ki, yerdəyişmələr bərabər olsun. Onda S1-i S2-yə bərabər eləyəcəm. Yəni 8T çıx T kvadratın 2T plus 2T kvadratına bərabər eləyəcəm. Baxın, bu T kvadratın bərabərliyin sağına keçirdək, 2T-ni də soluna. 8T çıx 2-də olacaq 6T bərabərdir. Onda mənfidir, digər tərəfə müsbətlə keçəcək, olacaq 3T kvadrat. T'lər ixtisar getdi, 6 bərabərdir 3T. Buradan T-ni tapıram, nə qədər eləyir? 2 saniyə. Deməli, 2 saniyə sonra yerdəyişmələri bərabər olacaq. Baxaq 15-ə, o nöqtəsi ətrafında fırladılan çubuğun üzərindəki A və B nöqtələri üçün hansı fiziki kəmiyyətlərin qiyməti eynidir? Baxın, period, bucaq sürəti, tezlik, dövrlərin sayı bərabərdir. Amma xətti sürət məşədi qaçaq təcili bu onun məsələn A və B-nin O-dan olan məsafəsinə baxır da. Məsafə hansında çoxdursa, onda sürət və təcildə bir o qədər böyük olacaqdır. Bax 16-ya. Cisim düz xətt üzrə sabit sürətlə hərəkət edərək 5 saniyə ərzində koordinatı A, M və N nöqtələrindən olan nöqtəyə gəlir. Sürəti modulu soruşur. Gəlin birinci S-X-i tapaq. S-X-i tapanda X minus X0. Yəni 20 çıx 60 mənə verəcək mənfi 40-a. S-Y-i tapıram. Y minus Y0. Yəni son koordinatdan başlanğıcı çıxacam. 60 çıxılsın 30. Bu da mənə verəcək müsbət 20-ni. Onda mən S-imi yerdəyişməni tapsam nə edirəm? S-X kvadratı ilə S-Y kvadratın kök altında cəmləyirəm. 40-ın kvadratı 1600. Daha doğrusu bu 30 eləyir. 1600 üstə gələk 900, 2500. Buradan da çıxır 50. Tapdım. İndi deyir 5 saniyə ərzində sürəti tap. Onda S-i bölürəm T-yə. Yəni 50-ni bölürəm 5-ə, cavab eləyir 10. 16 olur D variantı. Kütləsi 40 kiloqram olan cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılı qrafiqi verilibdir. 5 saniyə ilə 15 saniyə arasında keçən müddətdə cismin sürətini dəyişməsinin modulu. Baxın, mənə F verib. F də MA-ya bərabər deyil.
A-nı tapanda F-ə bölürəm. Kütləm 200-dür. 40-a böləndə cavab eləyəcək nə qədər? 5. Gəlin elə bu F-i silək. Elə A eləyək də. A. Burada yazaq 5. Deməli, indi məndən sürət dəyişməsini soruşur. Deməli, mən 5 saniyə üçün sürəti tapacam, sonra 15 saniyə üçün tapacam, sonra onların dəyişməsini. Birinci, təcilin 5, zamanın 5 olacaq 25. Və 2-yə baxaq. Təcilin 5, zaman 15 olacaq 75. İndi məndən dəyişmə soruşur. 75 çıxı 25. Çünki mənə sırf 5-ci saniyə deyir, bir də 15-ci saniyədə deyir. Ona görə də 5-ci saniyə üçün tapdım. Bir də bütöv 15-ci saniyə üçün tapdım. Ondan sonra da onların nisbətinə baxdım. Cavab elədi 50 E variantı. Baxaq 18-ə. Newton vur saniyə bölünsün kiloqram vur metr. Baxın, Newtonu açaq. Newton nəyə bərabərdir? Kiloqram metr bölünsün saniyənin kvadratı. Düzdürmü? Yuxarıda 1 saniyə var, aşağıda da kiloqram vur metr var. Kiloqram metrə ixtisar getdi. Saniyələrində ixtisar apardım, qaldı 1 böl saniyə. Bu da mənə fırlanma tezliyini verir. Çeviri üzrə bərabər sürətlə dövr edən cismin periodu 8 saniyədir. Aha. A nöqtəsini keçişdən 12 saniyə sonra cismin sürətinin təcilinin istiqaməti. Baxın, period 12-dirsə, 12-ni bölürəm 4-ə, eləyir 3. Daha doğrusu period 8-dir. Eləyəcək 2. Deməli, hər dilimə 2 saniyə vaxt sərf eləyib, düzdürmü? A nöqtəsinin hərəkətə başlayıbsa, deyir 12 saniyə. Bax, bir dəfə dövr elədi, 8 saniyə getdi. Gəldi bura. İndi 12 saniyə olması üçün 2 saniyə gəldi bura 10. 12-ci saniyədə bax, cisim olacaq bu nöqtədə. Sağ dəqiqə əksi istiqamətə etdiyinə görə sürət olacaq aşağı, təcildə həmişə mərkəzə doğru yönəlir. Cavab olur B variantı. 20-yə baxaq. Sürtünməsi nəzərə alınmayan sistemdə yüklər 30 Newton qüvvənin təsirinə tarazlıqdadır. Yəni, hər iki tərəf tarazlıqdadır. Onda F qüvvəsi təsir etməsə, yüklərin təcilini tapın. Aşağıya doğru bir dənə M1J var, bir dənə də F-im var. Yəni, M1J üstə gələk F nəyə bərabərdir? Aşağıya doğru M2'nin ağırlığı 40 Newton. J 10'dur, olacaq 10 M1 üstə gələk. F30 bərabərdir 40-a. 10 M1 10'dur, onda M1'in 1 kiloqramdır. Mən tapdım ki, bax bu cisim, bu birinci cisim 1 kiloqramdır. 1 kiloqramdır. Onda onun aşağıya doğru 10 Newton ağırlığı var. Baxın, indi deyir F qüvvəsi təsir eləmədi. Mən F-i sildim. Onda təcili tapmaq üçün nə edəcəm? F əvəzləyicini sistemin kütləsinə böləcəm. Bu cisim daha ağır olduğuna görə aşağı təcili ilə düşəcək, bu isə yuxarı qalxacaq. 40 daha böyük olduğuna görə 40-dan çıxıram onu, sistemin kütləsi 1 üstə gələk 4, 5-ə bölürəm. Cavab eləyir 30 böl 5, 6 metr bölünsün saniyənin kvadratı. Çeviri üzrə bərabər sürətlə dövr edən maddi nöqtə üçün hansı fiziki əməliyyatlar zamandan asılıdır? Baxın, tezlik asılı deyil. Çeviri üzrə hərəkətdə tezlikdir, uzaq sürətidir, perioddur və dövrlərin sayıdır, asılı deyil. Gedilən yol və bu da dönmə bucağıdır. Dönmə bucağı asılıdır. 2 və 3. Tezlikdir, bucaq sürətidir, period, dövrlərin sayı asılı deyil. Dönmə bucağı, gedilən yol asılıdır. 2, 3 C variantı olacaq. Çeviri üzrə bərabər sürətli hərəkətdə çevrənin radiusu və xətti sürətini 2 dəfə artsaq. Həm radiusu 2 dəfə artırıram, həm xətti sürəti 2 dəfə artırıram. Bucaq sürəti nə radiusdan asılıdır, nə də ki sürətdən asılıdır. Ona görə 2 dəfə artırsam həqiqətən dəyişməyəcək. Təcillə baxaq. Həm xətti sürət, həm radiusuna olan ifadəni yazsam, V kvadrat böl R düsturundan istifadə edəcəm. Radiusu 2 dəfə artırsam, təcil 2 dəfə azalacaq. Xətti sürəti 2 dəfə artırsam, təcil 4 dəfə artacaq. 2 dəfə azalıb 4 dəfə artmaq, 2 dəfə artmaq deməkdir. Amma mənə 2 dəfə azalar deyir. Ona görə 2-ni götürməyəcəm. Dövr etmə tezliyi də asılı deyil, götürməyəcəm. Cavab ancaq 1 B variantı uyğun gəlir. Üfüqi hamar səth üzərində kütləsi 10 kiloqram olan cismə 20 Newton, kütləsi 15 kiloqram olan cismə 95 Newton qüvvələr təsir edir. İpin gərilməsini soruşur. Baxaq. Baxın, bu F2 95'dir. Bu F1 20'dir. Burada da bir gərilmə yaranır. Gəl birinci görə sistem hansı təcillə hərəkət edəcək. Onda tez əvəzləyici qüvvəmi sistemin kütləsinə böləcəm. Birinci cisim 10 kiloqramdır, ikinci
15 kiloqramdır. 95-dən çıxacam 20-ni, böləcəm sistemin kütləsinə, yəni 25-ə. Olacaq 75 bölünsün 25, 3 metr bölü saniyə kvadratı təcillə cisim bax bu istiqamətdə hərəkət edəcək, çünki bu qüvvə daha böyükdür. İndi ipdə yaranan gərilmə. Baxın, indi mən bunu silim. Hər iki cisim üçün mən, onsuz da T gərilmə ikisi üçün də eyni olacaq. İstəsəm bu cismə görə baxaram, istəsəm bu cismə görə baxaram. Siz ikisinə görə də tapaq. Bir fərqi yoxdur. Yəni ikisində də T-ni eyni tapacağam. Gəlin birinci bax M2 kütləli cismə baxaq. Bu cismi 95 Newton dartır sağa, bir də onun əksi istiqamətdə bir dənə period dartır. Daha doğrusu period nə idi? Gərilmə. Bu istiqamətdə də bir gərilmə. 95-dən çıxacam T gərilməni bərabər eləyəcəm M2A-ya. Yəni 95 çıxılsın T bərabərdir. M2 nə qədərdir? 15, təcrimdə 3. 95 çıxılsın T bərabərdir 45-ə. Mən buradan T-ni tapdım nə qədər? 50 Newton. İndi istəyirsiniz ikinci. Daha doğrusu bu ikinci ilə indi birinciyə görə baxaq. Bu istiqamətdə cismi 20 Newton dartır. Amma cisim bu istiqamətdə təcillə hərəkət etdiyinə görə bu dəfə burada gərilmə daha böyük olacaq. Yəni gərilmədən 20-ni çıxacam, bərabər eləyəcəm M1A-ya. T gərilmə çıx 20 bərabərdir. 10 vurulsun 3, 30. Onda T-ni yenə buradan 50 Newton tapıram. Yəni ipdə gərilmə eyni olur da. Yəni bir cisim üçün, məsələn bax bu cisim olsun ya bu cisim olsun. Biri üçün tənlik yazıb həll edə bilərsən. Sadəcə mən isbat üçün, ikisi üçün də yazdım. Maddi nöqtə radiusu 40 cm, yəni 0,4 metr olan çeviri üzrə bərabər sürətlə dövr edir. Bucaq sürəti 0,5 radian olarsa 6 saniyə ərzində yer dəyişməni tapın. Çeviri üzrə hərəkət eləyir. Deyir 6 saniyədə yer dəyişməsi nə qədərdir? Baxın, mənə omeqanı verib. Gəlin omeqanı düsturun yazım. 2pi bölünsün T-yə. T-ni tapanda nə edirəm? 2pi-ni omeqaya bölürəm. 2 vurulsun 3, omeqamda 0,5. Tapdım nə qədər? 12 saniyə. Baxın, mən periodumu tapdım 12 saniyədir. Mənə deyir ki 6 saniyədə. Bax, tam bir dövrə, bax burada başlayıb, təzədən fırlanıb gəlib öz əvvəlki vəziyyətinə 12 saniyə qayıdır. Yəni bir tam perioda 12 saniyə vaxt sərf edir. 6 saniyədə bu çevrənin tam yarısını gedəcək də. Bu hissəni 6 saniyə gələcək. Onda çevrənin yarısında, yəni 2də bir periodda yer dəyişmə nəyə bərabər olur? Buradan bura gəlirsə R2 yer dəyişmə icra edir. 2 vur 0,4-dən tapıram ki 0,8 metr yer dəyişmə edəcək. X ox boyunca hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. Bu cismin üçün hansı münazirə doğrudur? 0T0 aralığında təcilin istiqaməti X ox istiqamətdədir. Bax 0T1 intervalında cisim necə hərəkət edir? Yeyinləşən. Yeyinləşən olduğuna görə təcillə sürətdə eyni istiqamətlidir. T0 2T0 aralığında yeyinləşən hərəkət edir? Xeyr. Baxın, T oxuna yaxınlaşırsa yavaşlayan hərəkət eləyəcək. T0 anda hərəkət istiqamətini dəyişib. Yox. T0 anda hərəkət istiqamətini dəyişib. 2T0 anında hərəkət istiqamətini dəyişir. Çünki belə cisim X ox istiqamətdə hərəkət edir. Artıq 2T0, 3T0 zamanında, yəni bax bura baxsaq, koordinat başlanğıcına sürüşdürsək, baxın X ox əks istiqamətdə hərəkətə uyğun gəlir. Yəni artıq 2T0 anından sonra əks istiqamətdə hərəkət etdiyinə görə həmin anda dayanıb sonra hərəkətini dəyişdirir də hərəkət istiqamətini. Ona görə 4-ü qəbul eləyirəm ki, 2T0 anda 0-a bərabərdir sürət. 2T0, 3T0 aralığında yavaşlayan yox, yeyinləşən hərəkət edir. Ona görə cavab 1 və 4-dür. 26. Radiusu R1, R3-ə bərabərdir, o da R-ə bərabərdir. R2-də 2 yer olan disklər şəkillər kimi əlaqələndirilərək hərəkət etdirilir. Qarşılı ötürmədir. Period. Qarşılı ötürmədə period radiusla düz asılıdır. Birinci baxaq bu iç-içə geydirilmiş bax bu diskə. Burada periodlar bərabərdir. Yəni T1 T2-yə bərabərdir. Çünki mərkəzindən ox keçən disklərdə period radiusdan asılı olmur. Ancaq qarşılı ötürmədə asılı olur. Deməli, burada yəni T1 T2-yə bərabərdir. İndi baxaq. Bu disklə bu diskə baxaq.
Yazaq T1. Yəni T1 T2-yə bərabərdir, fərq yoxdur. T2 bölü T3 də yaza bilərəm. Yazaq burada T1 bölü T3 yazıb da. T1 bölü T3 bərabərdir. Düz asılı olduğuna görə R1 bölünsün R3. Bərabərdir. R1-im nə qədərdir? R1-im R'dir. Daha doğrusu T1 T2'ye bərabərdirsə, onda radius olaraq 2R götürməliyəm. 2R bölünsün, R3 nə qədərdir? R'dir. Ona görə nisbət mənə nəyi verəcək? 2-ni verəcək. X ox boyunca hərəkət edən cismə təsir edən qüvvələrin əvəzləyicisi. Baxaq. Sürət istiqamətindədir. Əvəzləyici qüvvə sürət istiqamətində onda yeniləşən hərəkət eləməlidir. Bu A-ya uyğun gəlir. Bir də Y-yə yer dəyişmənin proyeksiyasının zamanla asılığı. Əks istiqamətdə isə yavaşlayan olmalıdır. Baxın, C-yə uyğun gəlir. Sıfıra bərabər olanda isə sürət sabit qalmalıdır. Yəni B uyğun gəlir. Bir də D-də deməli yer dəyişmə zamanla xətt asılı olur. Baxaq 28-ə. Cisim sükunət halından sabit qüvvənin təsiri ilə hərəkətə başlayır. Cismin hər saniyədə getdiyi yolların nisbəti nə üçün tək ədədlər şəklində olur? Bunu birinci məsələdə izahını verdim. N saniyədə gedilən yol düsturunu xatırlayaq. Cisim sükunət vəziyyətindən hərəkətə başlayırsa, yəni V0 sıfırdırsa, A bölünsün 2, 2N minus 1. Gəlin birinci saniyə üçün yazsaq, olacaq A bölünsün 2. İkinci saniyə üçün yazsaq, S bərabər olacaq A bölünsün 2. Daha doğrusu 3A bölünsün 2. A bölünsün 2-ni X qəbul etsəm, 3A bölünsün 2-ni 3X qəbul etməliyəm. Məsələn, 3-cü saniyə üçün yazsaq 5X olacaq. Yəni, N-ci saniyədə gedilən yol düsturuna əsasən biz rahatlıqla deyirik ki, hər saniyədə gedilən yol sükunət vəziyyətinin hərəkətə başlayanda gedilən yol ardıcıl tək ədədlərin nisbəti şəklində olur. Baxaq 29-a. Bizə yer koordinatın zaman asılılığını verib, deyir qüvvəni hesabla. Baxın, 0 T1 anında cisim yeniləşən hərəkət eləyir. X oxu istiqamətdə yeniləşirsə, qüvvə də X oxu istiqamətdə sabit qalmalıdır. Çünki bərabər təcil hərəkətdir. T2 T3 anında düz xətli bərabər sürətlidir. Biraz qısacaq ki. Onda deməli qüvvə olacaq nə? 0. T2 T3 anında isə T oxuna yaxınlaşır, yavaşlayan hərəkət eləyir. Yavaşlayan hərəkət olduğuna görə təcil və ya qüvvə nə olacaq? X oxu əksi istiqamətində. Bax belə. T2 T3 anında X oxunun əksi istiqamətində bax sabit olacaq bu şəkildə. Yəni birinci X ox istiqamətdə sabitdir, sonra 0-a bərabərdir, ondan sonra isə X oxu əksi istiqamətdə sabitdir. İndi baxaq bu məsələyə. Sadə saniyə və dəqiqə əqrəbinin təcillərinin nisbətini verib mənə. A saniyə bölü A dəqiqə 4500-dür. Saniyə əqrəbinin uzunluğu R saniyə əqrəbinin uzunluğu 15 sm olarsa, dəqiqə əqrəbinin uzunluğu R dəqiqə əqrəbinin uzunluğu məndən soruşur. A nəyə bərabərdir? 4pi kvadratı R bölünsün T kvadratı. Yazaq A saniyə üçün 4pi kvadratı R saniyə bölünsün T saniyənin kvadratı. A dəqiqə yazsaq 4pi kvadratı R dəqiqə böl T dəqiqənin kvadratı. Nisbətə baxsaq olacaq bu tərəf 4500. Baxın, bunları tərəf-tərəfə bölsək bərabər olacaq. 4pi kvadratları bir-birini aparacaq. Olacaq R saniyə böl R dəqiqə. T dəqiqə qalxacaq yuxarı, olacaq T dəqiqənin kvadratı, aşağıda da T saniyənin kvadratı. Yəni, qoyaq yerinə, görək nə alınır. R saniyə 15 cm, T dəqiqə, onu qeyd etmədik. Dəqiqə əqrəbinin dövrətmə periodu 60 dəqiqədir. 1 saat, yəni saniyə əqrəbinki isə 1 dəqiqədir. T dəqiqə olacaq 60, kvadratı 3600. T dəqiqə, saniyənin kvadratı isə 1 dəqiqədir. Kvadratda elə bizə 1 verəcək. Vurulsun R dəqiqə. Sıfırlar bir-birini apardı. 15 ilə 45 də ixtisar edir. Burada qalır 3. 36-nı da 3-ə böləndə olur 12. Yəni R dəqiqə əqrəbinin uzunluğu mənə 12 cm vermiş oldu. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.